2025-ci il dekabrın 27-sində Hilton mehmanxanasında 28 dekabr Vəkil Günü Peşə Bayramı münasibəti ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli and içmə və peşə fəaliyyəti dövründə fərqlənən vəkillərin təltif olunması mərasimi keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi ilə yanaşı Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdürü Həsən Bağırov, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Mərasimdən əvvəl kollegiya rəhbərliyi, onun orqanları və qurum rəhbərləri Fəxri Xiyabanı ziyarət edib, ümummilli lider Heydər Əliyevin məzarı önünə gül qoyulub, dahi şəxsiyyətin əbədi yaşar xatirəsi dərin ehtiramla yad edilib. Sonra kollegiyanın rəhbərliyi, orqanları və qurum rəhbərləri Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər və xatirə şəkli çəkdiriblər. Tədbirdə kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli video çarx nümayiş olunub. Kollegiyanın sədri Anar Bağırov çıxış edərək ölkəmizdə Vəkillik İnstitutunun keçdiyi tarixi inkişaf yoluna toxunub, son illərdə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlardan bəhs edib. Anar Bağırov, vəkillərin sayında əhəmiyyətli artımın baş verdiyini, peşəkar hazırlıq səviyyəsinin yüksəldiyini, davamlı tədris mexanizmlərinin formalaşdırıldığını və müasir tələblərə uyğun təkmilləşdirildiyini söyləyib. Tədbirdə elan edilib ki, Rəyasət Heyətinin qərarına əsasən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlığa görə Ali Məhkəmə 2025-ci ilin Vəkilliyin Dostu mükafatı ilə Kamran Əliyev isə kollegiyanın fəxri vəkili adı ilə təltif olunub. Eyni zamanda Baş Prokurora rəmzi vəkil mantiyası təqdim edilib. Tədbir zamanı yeni qəbul olunan vəkillərə vəkil vəsiqələri təqdim edilib. Çıxış edən vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildiriblər. Həmçinin mərasimdə 2025-ci il ərzində fəaliyyətində fərqlənən vəkillər və vəkil qurumları mükafatlandırılıb. Kollegiyanın ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Pro Bono Vəkil Bürosu, ilin vəkil qurumu, il ərzində sosial aksiyaların keçirilməsinə fəallığına görə Qadın Vəkillər Alyansı, ilin vəkil komitəsi, Vəkillər Kollegiyasının ictimai fəaliyyətinə verdiyi töhfəyə görə Deontologiya Komitəsi, ilin vəkil komitəsi. İl ərzində ən çox bəraət əldə edən Lənkəran şəhər Vəkil Bürosunun vəkili Həsənov İbarət Əhədoğlu ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddinoğlu, ilin vəkili və il ərzində keçirilən təlimlərdə fəal iştirakına görə Universal Vəkil Bürosunun vəkili Piriyev Vəfadar Namiqoğlu isə ilin təlimçi vəkili elan olunub. Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən kollegiyanın bir qrup üzvü də təltif olunub.